Salam əziz şagirdlər, dəyərli abituriyentlər. Gördüyünüz bu sual nümunəsi yuxarıda görsənir. Özünü cəhd edin, müqayisəsini istəyir bizdən. Nədir bunların müqayisəsi? Bloka hazırlaşan şagirdlərdə belə, ikinci cəhddə yazılan şagirdlərə belə bu sualları verirəm. Amma şagirdlər deyirlər ki, müəllim, əzbərləmişdim, yadımdan çıxıb. Niyə yaddan çıxmalıdır, qardaş? Baxın bura. Sürət və məxrəc arasındakı fərq eynidirmi? Eynidir. Əgər sürət və məxrəc arasındakı fərq eynidirsə və bunlar necə kəsilir? Düzgün kəsirlər. Niyə? Çünki məxrəc sürətdən böyükdürsə düzgün. Əgər məxrəc sürətdən kiçik olsaydı, düzgün olmayan bir qoyuluşdur da bu. Ona görə düzgün kəsirlərdə əzbərləməyinizə ehtiyac yoxdur, nədir, nə deyil deyə. Düzgün kəsirlərdə düzgün sıra ilə düzəltsən. Necə? Böyük olan daha böyükdür məntiqi olaraq. Böyük olan daha böyükdür. O zaman C, yəni 200-də 197 böyükdür bundan məntiqi olaraq B-dən. O da böyükdür nəydən? A-dan. Bu qədər bəsit. Ay müəllim, düzgün olmayan kəsir olsaydı, məsələn, 2-də 7, tutaq ki, bu x-dır, bir dənə də y-im var, 10-da 15. Bunu hesablamadan necə tapmaq olar, ay müəllim? Burada 5, aradakı fərq 5-dir. Düzgün olmayansa, düzgün olmayan sırayla düzəltsən. Yəni, kiçik olan daha böyük olacaq. X böyükdür y-dən. Əzbərə ehtiyac yoxdur, yoldaşlar.